günler Novruz bayramı günlerine tesadüf ettiği için xüsusilə əzizdir. Her il Mart ayının 22'si bayram edilir. Bahar bayramı. Lakin əsrlər boyu birinci dəfədir ki, xalq öz vətəninin yeni həyata girdiğini bayram edir. Qoy bu bayram səhərini şairə gülgün başlasın. Şairlər və sənətkarlar ölkəsində belə bayramı şeir ilə başlayarlar. Qoy Aşıq Hüseyin öz gözəl qoşmalarını oxusun. Milli hükümet başçıları hemen gün xalq ilə görüşürler. Bugün herkes buraya gelip öz rəhbərlərini təbrik edə bilər. Herkes hükümet başçısı pişəvərinin əlini sıxa bilər. Süfrə açıqdır. Bayram süfrəsi. Ama bu süfrənin qonağıdır. Bu el adətidir. Səfərxanın qızı da qonaqların içərisindədir.